Dəyərli xəbərexpress.az saytının izləyiciləri, biz bugün birinci qrup əlil olan Coşqun Allahverdiyevin yeni təmirdən çıxmış evindəyik. Bir zamanlar Coşqun burada çox acınacaqlı bir vəziyyətdə yaşayırdı. Yəni ailəsi ilə birlikdə təbii ki, bir yoldaşı, bir oğlu Vaqiflə bu evdə çox acınacaqlı bir vəziyyətdə yaşayırdılar. Şükürlər olsun ki, xalqımızın dəstəyi ilə yenidən ev təmir olundu və sağlam şəkildə, xoşbəxt şəkildə bu evdə yaşayırlar. Təbii ki, bu evdə təmir olunmağına əsas səbəb xəbərexpress.az saytının rəhbəri başda Ruhiyyə qızı olmaqla xalqımıza dərin təşəkkürümüzü bildiririk. Salam, xoş gördük əziz izləyicilər. Bugün Coşqun Allahverdiyevin evindəyik. Birinci qrup əlil Coşqun Allahverdiyevin evindəyik. Bildiyiniz kimi bir müddət öncə onun evi çox acınacaqlı bir vəziyyətdə idi. Xalqımızın dəstəyi ilə xəbərexpress.az saytının təşəbbüsü ilə evini təmir etdik. İndi gəlmişik soruşaq özündən ki, Coşqun, necədir vəziyyət? Coşqun, necədir vəziyyət? Sağ ol, çok sağ ol. Yavaş yavaş Allah şükür sabah gördük ki, axırı xalqımızın hesabına otağı təmir elədi. Sağ olsun da Azərbaycan xalqımıza təşəkkür edirəm. Mənə dəstək olanlara çox sağ ol deyirəm ki, mənə dəstək oldular və evimi təmir elədim. Sağ olsun, minnətdarım. Başqa nə deyəm, Allah sizə də can sağlığı versin ki, bana siz işıqlandırırsınız. Röqəyə xanıma da Allah can sağlığı versin. Təhlə işləyirsən. Bəli. Günü neçə manata işləyirsən? Baxın da, məsələn, 10 manat olur, 15 olur, 20 olur, baxın. İnsanın cibinə baxır. Ya belə bir sual verim də Coşqun, vaxt ikən, yəni bir müddət öncə bu evdə istilik sistemi yox idi, işıq sisteminiz az idi, su problemi yaşayırdınız, mətbəx problemi yaşayırdınız, yataq problemi yaşayırdınız, çox rütubətli bir evdə yaşayırdınız. İndi ailənlə birlikdə bu evdə xoşbəxtsən? Təbii ki, mən heç vaxt ailəmdən mən narazı deyiləm. Yəni bir müddət öncə xəstəlikləriniz var idi. Onunla biraz müalicə eləmişik, müalicə elədi, biraz soğuqlama var idi. O da ötdü, keçdi, o da indi nəsini olursun, biraz müalicə və dərman qəbul edir. Keçib gedir. Yəni yaxşıdır, ne şükür babatdır. İndi maşallah özünü soyup gözünün qabağında görürsünüz. Bundan sonraki arzuların nədir? Mənim arzularım bir dənə ona istəyirəm ki, mənim evlərim dərslərində yaxşı oxusun, yaxşı istədiyimə çatsın. Çatsın, mən onunla bir fəxr edirəm. Ki, mənim arzularım odur ki, uşağım mənim istədiyimə də qeybətə qalmasın. Onu da vurulamaq istəyərdim ki, Coşqunun bir oğlu var, Vaqif adında. Yəni hamımız bilirik ki, onun bir dənə oğlu var. Bunun istəyin nədir? Buyurun, müraciət elə. Yəni istəyim odur ki, sağ olsun, istəyirəm ki, mənim Azərbaycan xalqım yenə də mənə dəstək olsun ki, o qarşıma həll eləyək. Birlikdə həll eləyək. Bana evi, məsələn, remontuna dəstək olublar, qarşıma da dəstək olsunlar. Ancaq ki, amma mənim icra hakimiyyətim mənə eləmədi, bu oyunlardan. İcra hakimiyyəti tərəfindən mənə heç bir köməkli oldu. Ancaq ki olur, Azərbaycan xalqı olur. Üçüncü problemin qaz problemidir də, mən belə başa düşürəm. Bəli. Bütün avadanlıqlar çəkilib, hazırdır, sadəcə qaz yoxdur. Bir dana qaz yoxdur, bir də o işlərdə problemi həll olursa, o dedi ki, məhkəmə yoluna həll. Təmiri bitib, mən belə başa düşürəm. Bəli. Bütün avadanlıqlar da yerləşdirilib. İndi evində nələr çatmır Coşqun? Evimdə bir dənə kravatımdır, çatmır. Sonra bir də o mətbəximdir, onu da təmir eləməliyəm. O da gücüm çatmır, imkanım yoxdur. Mətbəx avadanlıqların yoxdur, bir də ev əşyasının da yataq dəstinin yoxdur.
İnşallah ki onu da xalqımız sənə dəstək olar Coşqun, Bəli, onu da bəli. alarsınız. Ancaq xəyalımdan ancaq qəşəng kömək istəyirəm. Kömək istəyirəm ki, mənim uşağım rahat yaşasın. Heç kəsdən bala qalmasın. Bu xalqımıza təşəkkürümüzü bildiririk Sağ ki, ol. Coşquna dəstək oldular. Bugünkü ki, Coşqu burada rahat, səliqəli şəkildə yaşayır. Bəli, Xoşbəxt bəli. şəkildə yaşayır. Bizə yenidən müraciət etmək istərdim ki, dəyərli xalqım Coşquna dəstək olmaq istəyən şəxslərə kartı orada yerləşdirəcəyik. Təbii ki, kartına dəstək olarsınız. Maddi dəstək olmaq istəyən şəxslər maddi, mənəvi dəstək olmaq istəyənlərsə gəlib Coşqunun evində onu görə bilərlər. Çox sağ olun. Təşəkkür ederiz. Allah verdiyi evə səriyə. Hə, mən tutacağam, narahat olmayın. Səriyə xanım, necədir yeni eviniz? Bir xanım olaraq. Çox şükürlər olsun. Allaha çox şükürlər olsun. Heç vaxt mən naşükür bəndə olmamışam. Yəni bundan əvvəlkinə də, bundan sonradakına da şükürlər olsun. Mən naşükürlüyü sevən qadın deyiləm. İkinci növdə Allahıma təşəkkür edirəm. İkinci növdə kömək edən insanlara təşəkkür edirəm. Ruqiyə xanım o işıqlandırdığına görə ki, bizi ki, yəni belə bir adam var, qonşudur, gəlib çəkiliş edib, sağ olsun, gələn ayaqları var olsun. Allah can sağlığı, balalarını xoşbəxt eləsin. İçi sən özün Təşəkkür qarışıq. edirəm. Ondan da savayıdakı inşallah Allah Taala hamıya toy nişan qismət eləsin, sənə də. Çox sağ olun. Allah hamını arzusuna, niyyətinə çatdırsın. Sən də onların içində. Təşəkkür Allah hər bir kəsi sevindirsin. Bizlər də onların içində, sizlər də onların içində. Yəni Siz bir oğlunuz var. Amin, Onunla bəli. bağlı arzularınızı da bir balaca bizə bildirərsiniz. bir oğlum var. Allah Taala hamının arzularına, niyyətinə çatdırsın. Mən istəyərdim ki, Allahın köməyi ilə, yəni ki, o misal üçün indi ata tərəfindən xanəndə olmaq istəyir, amma uşağın öz fikirləri də var. Uşaq istəyir ki, istəyir, aşbazlığı istəyir. İnşallah arzularınızı İnşallah. çatar. Hə. İndi həm aşbazlığa görə, həm bu da, yəni hər ikisi də sənətdir. Təbii. Təbii ki, mən istəyirəm həm elə getsin, həm belə getsin. Həm də birinci növdə uşağın arzuları var. Yəni mən onu İlk öncə övladınızın sağlamlığını mən Bəli, belə bəli. gəldik. Bu evdə birinci sağlam. növdə, bəli, sağlamlığı. Birinci növdə sağlamlıqdır. Birinci növdə can sağlığı olmalıdır ki, ikinci növdə yerdə qalan şeylər olsun. Qadın olaraq, qadın olaraq əyrəşsiliyim. Yəni nə istəyirsiniz? Yəni xalqımızdan rahat yaşamaq üçün və hal-hazırda eviniz yenidən təmirdən çıxıb, xalqımıza nə müraciət edərsiniz ki, sizə köməklik eləsin? Xalqımıza təşəkkür edə bilərəm, istəyə bilərəm ki, Allah hamının dadına getsin, onların da onların içində. Biraz köməklik lazım olacaq bizə. Yəni çöldə su ilə bağlıdır. İmkanları varsa biraz oxumaq istəyirik. Mətbəxi. Mətbəxdir, bəli, Mətbəx avadanlıqların yoxdur, Bəli. belə deyək. bəli. İnşallah onu da xalqımız sizə dəstək olar. Amin. Bunu da əldə Yəni eləyərik. göydə Allah, yerdə Ruhiyə xanımı salasın. Fikir edirik. Yəni çox şükür, yəni gərək insan yenə də naşükür olmaz. Sağ olun, salamat qalın. Sağ olun. Gələn görüşlərə. Mən atama fəxr edirəm. Çünki elə bir insan dünya üzərində yoxdur. Yəni mən atamı səmimi qəlbdən çox sevirəm.